Bilirsiniz ki, mən son vaxtlar bu poeziyaya üstünlük verirəm. Bugün mayın 1-idir, 5 gündən sonra 5-idir. Sabaha yağış, qar deyil, bu təbiətin işidir. Fəsil bahar fəslidir, hava qışın havası. Hamısı qarın üstədir, dünyaların davası. Dünya çirkinləşdikcə fəsillər də dəyişir. İnsanlar cılızlaşır, nəsillər də dəyişir. Bu boyda müharibələr, nələr və nələr. Gündüz qaranlıqlaşır, buna neynəsin gecələr. Nə var, nə yox, necələr. Bir zamanlar mən də yaşayırdım arzumla. Kəhli uçar havada, ay arzuman, arzuma. Alqış təbiətin hökmünə alqış. Arana qar yağır, dağlara yağış. Qarışıb bir-birinə qarğışla elə bir ki alqış. Xəyallarım var idi, hamısı qaldı əlimdə. Elə şeylər etmişəm, hamısı qalıb belimdə. Makron dedi, qorxmayın, danızda durmuşam. Dedim, gəlirlər, Xan kəndinə çatdılar. Makron dəbərincə elə birinci Makron duran yeri dağıtdılar. Yəni bombaladılar o vaxtı. Mən kimə neynəmişdim? Mənə deyin siz onu. Hamısını Makron elədi. Qan quseydi Makronu. Dalın gələn iclasda.